Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə 8-ci sinif fizika dərsindən olan istilik vermənin növləri, yəni istilik keçirmə, konveksiya və şüalanma haqqında geniş məlumat alacağıq. Gəlin başlayaq. İlk öncə biz istilik keçirmə haqqında danışacağıq. İstilik keçirmə prosesi necə baş verir və hansı hallarda mümkündür? Bizə belə bir nümunə verilmişdir. Şəkillərdə də görürsünüz əslində istilik keçirmə aid nümunələr. Məsəl üçün tavanı qızdıran zaman, hər hansı bir qazandakı suyu qızdıran zaman və ya məftilin bir ucunu qızdıran zaman. Bunlar əslində istilik keçirmə aid nümunələrdir. Çünki istiliyin deyəcəyik, istilik keçirmə hansı hallarda baş verir. Həmçinin belə bir nümunə də verilib ki, bu hadisədə istilik mübahisəsi hansı toxunan cisimlər arasında baş verdi. Yəni siz görürsünüz ki, qaşığı stəkanın içərisinə salmışıq. Biz görürük ki, burada çay ilə qaşıq arasında müəyyən istilik mübadiləsi baş verir. Bu zaman görərik ki, qaşığın enerjisi və temperaturu artacaq, amma isti çayın enerjisi və temperaturu azalacaq. Çünki isti çay öz enerjisini və temperaturu qaşığa vermiş olacaqdır. Və bu baş vermə əslində istilik keçirmə sayəsində baş verir. Həmçinin burada da, məsəl üçün, hər hansı bir məftili qızdıran zaman dəmir və mis çubuqlardır və eyni ölçüdə verilmişdir və onları qızdıran zaman üzərinə müəyyən qədər parafin və şam yerləşdirilmişdir. Şam plastirin yerləşdirilmişdir və mismarlar onun üzərinə yerləşdirilmişdir. Görə bilərik ki, çubuqların daxili enerjinin dəyişməsi hansı üsullar? Burada da istilik keçirmə üsulu ilə baş verdi. Niyə mis çubuqlardakı mismarlar dəmir çubuqlara nisbətən daha tez qopdu? Çünki mis istiliyi yaxşı keçirmə xüsusiyyətinə malikdir. İstiliyi yaxşı keçirdiyindən üzərindəki mismarlar dəmir çubuqdakı mismarlardan daha tez qopur. Baxın, burada bu şəkildə görürsünüz. İstilik keçirmə deyəndə dəmir çubuqda atomlar müəyyən tarazlıq vəziyyəti ətrafında hərəkət edirlər. Şəkildə də görürsünüz. Çubuğu şam alovuna və ya toxunan ucunu qızdırdıqda, hər hansı bir istilikdə qızdırdıqda, metalın atomların rəqsi hərəkət sürətləri, rəqsi amplitudları artır. Görürsünüz, bir tərəfdə daha çox sürətlənmə baş verir və nəticədə o öz enerjisini digər qonşu atomlara verərək ötürülür. Beləliklə, istilik vermə prosesi bütün çubuq boyunca baş verdiyinə o tədricən qızır. Metal çubuqdakı atomların enerjilərinin bir hissəsi verərkən heç də tarazlıq yerlərini dəyişmirlər. Cisimdə sadəcə enerji daşınması baş verir, maddə daşınması baş vermir. Ona görə də istilik keçirməyə deyə bilərik ki, istilik enerjisinin cismin çox qızmış hissəsindən az qızmış hissəsinə yaxud bir-birinə toxunan isti cisimdən soyuq cismə verilmə prosesinə istilik keçirmə deyilir. İçərisində qaynar su olan stəkanın daxilinə metal qaşıq yerləşdirdikdə də bu qaşıq da bir müəyyən müddətdən sonra isinir. Burada da deyə bilərik ki, istilik keçirmə prosesi baş verir. Həmçinin dəmir çubuğun şam vasitəsilə qızması da istilik keçirmə hesab olunur. Baxın, şəkildə də görürsünüz. Çünki birbaşa toxunma baş vermişdir. Tavanın od üzərində isinməsi də istilik keçirmədir. İstilik keçirmə zamanı birbaşa istilik mənbəyi ilə cisim qarşılıqlı təsirdə olur. Yəni, burada toxunma prosesi baş verir. İstilik keçirmə zamanı cismin isti tərəfindəki atom molekullar olduqları yerində həyəcanlanaraq rəqsi hərəkətlər icra edirlər. Baxın, burada da görürsünüz. Bərk cismin isti tərəfindəki zərrəciklər soyuq tərəfindəki zərrəciklərə nisbətən daha çox hərəkətlidirlər. Çünki burada enerjilərə malikdirlər. İstiliyə malikdirlər. Daha sonra həmin zərrəciklər malik olduğu enerjiləri hərəkət etmədən cismin bir hissəsindən digər tərəfə ötürürlər. Yəni, bu yavaş-yavaş qonşu atomlara ötürərək istiliyin bir tərəfindən digər tərəfinə köçürülməsinə səbəb olurlar. Buna görə də biz deyə bilərik ki, istilik keçirmə zamanı cisim daxilində yalnız enerji daşınır, maddə daşınması baş vermir. Təbiətdə ən yaxşı istilik keçirən maddələr metallardır. Lakin metallar arasında da istilik keçirmələr fərqlənir. Yəni, hər bir metalda fərqli xüsusiyyətlər vardır. Məsələn, istilik keçirmədə maddələrə baxsaq, ən yaxşı almaz, gümüş, mis, alüminium çubuğu və digər maddələrdir. Ən pis keçiriciyə şüşə yunu daxil etmək olardır.
Metallar, yəni mis, alüminium, polad yaxşı istilik keçirən maddələrdir. Metal olmayanlar, yəni taxta, plastiklər isə pis istilik keçirən maddələrdir. Müxtəlif çubuqlara bərkidilmiş çöpləri qızdıran zaman istilik keçirmə qabiliyyətinə görə əvvəlcə mis, sonra alüminium, sonra sarı mis və dəmir çubuqlarından kibrit çöpləri qoparaq düşür. Bu da onları göstərir ki, hər birinin istilik keçirmə qabiliyyəti fərqlidir. Sarı mis taxtaya nəzərən istiliyi pis keçirdiyindən onun üzərindəki kağız yanmır. Çünki metaldakı zərrəciklər daha yaxın yerləşir və nəticədə enerji mübadiləsi istilik keçirmədə daha tez baş verir. Stol üzərində 2 qaşıq qoyulmuşdur. Biri metal, digəri plastikdir. Əlimizi metal və plastik qaşığı toxundurduğumuz zaman uyğun olaraq biz söylərik ki, metal soyuqdur, amma plastik qaşıq istidir. Əslində onlarda hər ikisində eyni otaq temperaturundadırlar, hər ikisi. Sadəcə metallar istiliyi yaxşı keçirmə qabiliyyətində olduğundan əlimizin istiliyi dərhal qaşığın digər tərəfinə ötürülür və biz soyuq hiss edirik. Amma əlimizi plastik cismə toxundursaq, bu zaman istilik hiss edəcəyik. Çünki barmağımızdakı enerji keçirici olmayan cisimdə, yəni plastik cisimdə ötürülə bilmədiyindən enerji əlimizdə yaxın yerdə qalır. Yəni enerji itkisi baş vermir. Ən zəif istilik keçirmə xüsusiyyətinə malik olan qazlardır. Çünki qazlardakı atom molekullar arasındakı məsafələr bərk cisimlərə nəzərən daha böyükdür, yəni daha seyrək yerləşirlər. Bu zaman molekullar öz kinetik enerjilərini bir-birlərinə gec ötürürlər və nəticədə enerji mübadiləsi zəifləyir. Metallar arasında misin istilik keçirməsi dəmir nəzərən daha böyükdür. Mayilərin istilik keçirməsi bərk cisimlər və qazlar arasında aralıq mövqe tutur. Hava biz cisimlə müqayisədə istiliyi 20.000 dəfə zəif keçirir. Vakuumda bilirik ki, havasız mühitdir. Orada heç bir atom molekulu yoxdur. Bu zaman istiliyi və enerjini ötürücü olmadığından biz deyə bilərik ki, vakuumda istilik keçiriciliyi 0-a bərabərdir. İndi bu mövzuya uyğun istilik keçirməyə aid tapşırıqlara baxsaq, deyir ki, metalların yaxşı istilik keçirmə qabiliyyətinə hansı məqsədlər üçün istifadə olunur? Yəqin ki, görmüsünüz, müxtəlif qızdırıcı cihazlarda, radiatorlarda istifadə olunur, qaza və tavaların hazırlanmasında istifadə olunur. Həmçinin elektrik ütülərinin alt hissəsi də məhz istilik keçirməyə qabiliyyətinə malik, yüksək istilik keçirmə qabiliyyətinə malik olması metallardan hazırlanır. Əgər deyilir ki, belə bir deyim var, uzun atəşkəşlə əlini yandırmazsan. Atəşkəs uzun müddət ocaqda qalarsa əlimizi yandırarmı? Təbii ki, burada da atəşkəş arasında, alov arasında müəyyən toxunma baş verir. İstilik keçirmə prosesi gedir və istilik keçirmə prosesinin nəticəsində atəşkəş dəmirdən ibarət olduğundan istiliyi yaxşı keçirən maddədir və ona görə istiliyin bir hissəsindən digər hissəsinə ötürülməsi nəticəsində bizdə əlimiz yana bilər. Həmçinin baxın, belə bir nümunələr də verilib. Məsələn, mənzildə temperatur 20 dərəcə Selsidir, lakin otağın taxta qapısını metal dəstəyinə toxunduqda bu taxtadan daha soyuq hiss olunur. Bunu bayaq dedik. Dedik ki, metallar taxtaya nəzərən elektrik istilik keçirmə qabiliyyətinə, yüksək istilik keçirmə qabiliyyətinə malikdir. Ona görə də əlimizi taxtaya, metala ötürdüyümüz zaman əlimizdəki istilik metal sayəsində yaxşı ötürülür və nəticədə metal dəstək soyuq hiss olunur. Amma taxta istiliyi yaxşı keçirmədiyindən, yəni pis keçirdiyindən bizim enerjimiz əlimizdə qalır. Həmçinin deyilir ki, indi biz danışacağıq istiliyin hava axını ilə daşınma prosesindən. Bunu da biz görürük ki, şam üzərində əlimizi tutduqda burada da istilik hiss olunur. Həmçinin günəşdən də müəyyən istilik vermə prosesi baş verir və nəticədə bizə ötürülür. Bizə həmçinin belə bir tapşırıq verilmişdir. Son 35 ildəki araşdırmalar göstərir ki, günəşdən yerə gələn şüalanma enerjisi azalsa da, yer səthinin orta temperaturu artmışdır. Deməli, yerdə temperaturun artmasına başqa amillər də təsir edir. Deyir ki, bu amillər hansılardır, temperaturun artmasına hansı yollarla təsir edir? Yer səthində orta temperaturun artmasına səbəb istixana qazlarıdır. Bunlar da böyük bir təsir göstərir.
B variantında deyilir ki, yer atmosferində temperaturun artması nəticəsində istilik buzluq əraziləri hansı üsullarla ötürülür? Biz bunu keçəcəyik. İndi növbəti slaydlarda konveksiya və şüalanma nəticəsində ötürülür. Yəni istilik isti hava axını ilə isti yerdən soyuq tərəfə gəlir və nəticədə buzluq ərazilər də bir müddət sonra buzların əriməsinə gətirib çıxarır. Orada temperaturun artmasına səbəb olur. Həmçinin günəşdən gələn işıq şüaları nəticəsində də orada temperaturun artmasına gətirib çıxarır. Keçək mövzunun digər hissəsinə, konveksiya hadisəsinə. Konveksiya hadisəsini biz harda müşahidə edirik? Məsələn, alovun üzərində axını müşahidə edirik və onu görürük ki, bir müddət sonra yuxarı qalxır. Həmçinin qızdırıcı radiatorlar otağın adətən aşağı hissəsində yerləşdirilir və bir çox hallarda qabırğalı formada hazırlanır. Pəncərəni bağlamağımıza baxmayaraq həmişə qışda ayaqlarımız üşüyür. Nə üçün? Bunun səbəbini öyrənəcəyik. Ümumiyyətlə, konveksiya daha çox maye və qazlarda, əsasən maye və qazlarda baş verir. Konveksiya dedikdə enerjinin maye və qaz axını ilə ötürülməsi, köçürülmə prosesi nəzərdə tutulur. Məsəl üçün, maye və qazlarda istilik mübadiləsi molekulların sərbəst hərəkəti və yerdəyişməsi nəticəsində baş verir. Belə ki, mayeni qızdıran zaman istiliyi təsirin genişlənir. Bu zaman aşağı təbəqədəki isti mayenin sıxlığı azalır və yuxarı təbəqədəki soyuq mayenin sıxlığı isə böyük olaraq qalır və nəticədə arximik qüvvəsinin təsiri sıxlığı az olan isti maye yuxarı qalxır, yüngül olduğundan. Soyuq maye isə ağır olduğundan aşağıya doğru enir. Aşağıya enən təbəqə bir müddət sonra qızaraq, yəni yuxarı qalxdıqda maye axını yaranır. Bu proses davamlı olaraq təkrarlanır və nəticədə mayenin daxilində həcm boyunca istilik mübadiləsisi baş verir. Mayelərdə baş verən proseslər eyni ilə qazlarda da müşahidə olunur. Mənzilimizdəki istilik radiator vasitəsilə otağın qızdırılmasına buna misal göstərmək olar. Belə ki, radiator havanı qızdırarkən onun sıxlığı azalır və isti hava yuxarı qalxır. Soyuq havanın sıxlığı daha böyük olduğundan o aşağı inərək isti havanın yerinə keçir. Bu proses təkrarlandıqca otaqda hava axını yaranır və istilik otaq boyunca paylanır. Baxın, dediklərimizi bir də burada müşahidə edirik. Konveksiya prosesində yaranan maye və qaz axını bəzən konvektiv axın da adlandırırlar. Bərk cisimlərin molekullarının yerlərini sərbəst dəyişə bilmədiyindən burada deyə bilərik ki, bərk cisimlərdə konveksiya hadisəsi baş vermir. Konveksiya zamanı isti maye və ya qazın atom molekulları yüngül olduğundan yuxarı qalxır. Lakin soyuq maye və ya qazın atom və molekulları ağır olduğundan aşağıya doğru hərəkət edir. Burada da görürsünüz. Proses bütün maye və qaz eyni dərəcədə qızmasına qədər, istilik tarazlığı yaranana qədər davam edir. Yəni, konveksiya zamanı həm enerji, həm də maddə daşınması baş verir. Konveksiya hadisəsinə əsasən hava şarı o zaman yuxarı qalxır ki, içindəki qaz istilənsin, lakin o zaman enilir ki, içindəki qaz soyusun. Stəkandakı rəngli su konveksiya hadisəsinə əsasən vulkan kimi püskürərək soyuq suyun səthinə qalxır. Konveksiya həmçinin təbiətdə də mövcuddur. Təbiətdə konveksiya hadisəsinə əsasən isti hava yuxarı qalxır, soyuq hava isə aşağıya enərək dövr edir. Qartal havada qanadlarını çırpmadan qala bilir. Bu havanın isti hissəsində baş verir, yəni isti hava qartalı baxımdan dəstəkləyir. Gün ərzində torpaq suya nəzərən tez qızaraq temperaturu artır. Gündüz torpaq üzərindəki isti hava dəniz üzərindəki soyuq hava ilə yerini dəyişərək sahil küləklərinin yaranmasına səbəb olur. Lakin gecə əksinə baş verir. Dəniz çox istilik itirir, yavaş-yavaş soyur. Bu zaman dəniz üzərindəki hava torpaq üzərindəki havaya nəzərən isti olur. Sahil küləyi torpaq üzərindən yenə sahildən əsir, yəni sahildən əsir. Əgər torpağın üzərində qalın qar örtüyü olduğu zaman donmur. Buna səbəb qar dənələri arasında havanın istiliyi pis keçirməsidir. Əgər qışda torpağın üzərində qar örtüyü yoxsa, qarsız havada
soyuqdan donur. Buna səbəb konveksiya hadisəsinə əsasən torpaqdan çıxan isti hava atmosferin yuxarı qatlarında soyuyur və yenidən torpağa qayıdır. Okeanlarda da konveksiya hadisəsinə əsasən suyun enerjisi tropik yerlərdən qütblərə doğru hərəkət edir. Yelkənli paraşütlər konveksiya hadisəsinə əsasən yüksəklikdə uça bilirlər. Konveksiya hadisəsinə əsasən saçımızı qurudan zaman isti hava molekulları yuxarıya doğru yönəlir. Bərk cisimlərdə istilik vermə maddə daşınması ilə baş vermədiyindən konveksiya hadisəsi də baş vermir. Konveksiya hadisəsinə əsasən qızdırıcılar otağın aşağı hissəsində yerləşdirir ki, aşağıda olan soyuq havanı qızdırsın. Baxın, burada da görürsünüz. Amma kondisionerlər otağın yuxarı hissəsində yerləşdirilir ki, yuxarıda olan isti havanı soyutsun. Maye və qazları bir qayda olaraq altdan qızdırırlar. Buna səbəb konveksiya hadisəsinə əsasən soyuq hava və maye həmişə qabın aşağı hissəsində yerləşir. İsti çay soyuyan zaman isti maye konveksiya hadisəsinə əsasən yuxarı qalxaraq mayeni tərk edir və nəticədə maye soyuyur. Bu hadisəni bayaq müşahidə etdik. Biz dedik ki, bu konveksiya hadisəsidir. Çünki qabın daxilindəki isti su, rəngli isti su temperaturu yüksək olduğuna görə konveksiya hadisəsinə əsasən yuxarıya doğru qalxır. Və elə bir ki, sanki su vulkan püskürməsi müşahidə olunur. Bu da konveksiya hadisəsinə əsasən müşahidə olunur. Baxın, burada da görürsünüz. Şəkildə ev elə dizayn olunmuşdur ki, yanacağın miqdarını azalsın və ev isti saxlasın. Baxın, bu bir sürü hallardan istifadə olunur. İzolyasiyalardan, xalçadan və s. İki tərəfli pəncərələrdən, iki taylı pəncərələrdən. Günəş tərəfdə pəncərələr geniş hazırlanır. Günəş şüalarını birbaşa qəbul etsin. Digər tərəfdən pəncərələr kiçik hazırlanır ki, evdə istilik itmir. Həmçinin iki şüşəli pəncərələrdən, üç şüşəli pəncərələrdən istifadə olunur. Bu pəncərə şüşələri arasında hava qatı olur. Hava da istiliyi pis keçirdiyindən ev yaxşıca izolyasiya olunur. Qalın pərdələr isə konveksiya cərəyanının qarşısını alınır. Nəticədə soyuq havanın daxil olmasını, isti havanın isə çıxmasının qarşısını alır. Dam və döşəmə altı izolə edici materiallardan istifadə olunur. Döşəmə və tavanlardan istilik keçirmə istiliyinin keçirməsinin qarşısını alır. 2 və 3 şüşəli pəncərələr şüşə panellər arasındakı vakuumun olmasını, konveksiya və istilik keçirmə sayəsində istilik itkisinə səbəb olunur. Divarlar arasındakı boşluq isə istilik keçirmə sayəsində istilik itkisi azalır. Divarlar arasında köpük hər hansı bir maddədə konveksiya sayəsində itirilən istiliyi daha da azaldır. Divar boşluğu istilik keçirmə sayəsində istilik itkisini azaldır. Çünki hava bilirik ki, istiliyi pis keçirir. Lakin konveksiya cərəyanı enerjini daxili divardan xarici divara keçirdir. Divar boşluğu köpük və mineral yun doldurulduqda konveksiya cərəyanının qarşısına alınır. Vakuum kolbası və ya termos isti içkini isti, soyuq içkini isə soyuq saxlayır. Çünki termos isti mayeni isti, soyuq mayenin isə soyuq mayenin isə soyuq qalmasını təmin edir. Soyuğun xaricə çıxmasını, istinin də daxil olmasının qarşısına alınır. Bunun daxili quruluşunu siz görürsünüz. Çünki daxildə iki divarlı şüşə kolba var və burada divarlar arasında vakuum var. Vakuumda bilirik ki, istiliyi keçirmir. Çünki orada atom molekulları yoxdur. Ona görə də isti nə içəri daxil olur, nə də soyuq xaricisi çıxır. Nəhəng termoslardan maye, azot və heliumu çox aşağı temperaturlarda, xəstəxanalarda, bədən skaneri kimi cihazlarda istifadə etmək üçün saxlayırlar. Şəkildə də verilib, şəkildə termosun end kəsiyi təsvir olunmuşdur. Termos hansı məqsədlər üçün istifadə olunur? Bu məqsədə necə nail olurlar? Dedik ki, termos isti suyu isti saxlamaq, soyuq suyu soyuq saxlamaq məqsədinə istifadə olunur. Buna səbəb isə
Buna səbəb isə burada daxildəki vakuum şəraitinin, yəni təbəqələr arasında, iki şüşə təbəqə arasında vakuum halının, vakuum təbəqəsinin yaradılmasıdır. Vakuumda istiliyi pis keçirdir. Vakuum təbəqəsi ona görə lazımdır ki, daxildəki istilik çölə çıxmasın, xaricdən də soyuq içəriyə daxil olmasın. Termosun qapağının möhkəm bağlanmasının səbəb nədir? Çünki möhkəm bağlanmasının səbəb bunun istiliyin çölə və soyuğun da içəriyə daxil olmamasıdır. Əgər termosun daxili təbəqəsi zədələnərsə, onun istilik izolyasiya qabiliyyətinə necə təsir edər? Təbii ki, burada bu zaman hava daxil ola bilər, yəni vakuum şəraiti yaradılmaz və nəticədə izolyasiya sistemi də pozular və daxildəki su uzun müddət temperaturunu qoruyub saxlaya bilməz. Təbiətdəki konveksiya hadisələrinə aid nümunələr göstərə bilərsinizmi? Birinci götürə bilərik radiatorlara. Radiatorlar isti havanın otağa yayılmasına, isti otağın havaya yayılmasında konveksiya hadisəsidir. Bunu bayaq biz əvvəlki slaytlarda izah etdik. Həmçinin yayda avtomobilin içinin günəş altında çox isinməsi. Bunu da götürə bilərik. Mətbəxdə soba açıldıqda isti havanın otağa yayılması. Soyuducu açıldıqda soyuq havanın aşağı enməsi. Dəniz sahilində gündüz küləyin dənizdən sahilə doğru axması, əsməsi. Yayda asfaltın titrəyən isti hava görüntüsü. Ocaqda yanmış odunların üstündə havanın isti olması. Çaynikdə su qaynayarkən yuxarı qalxması. Göstərə bilərik nümunələr. Həmçinin bizdə belə soruşulur ki, şəkildə otaqdakı havanın konvektiv axını sxemi təsvir edilmişdir, prosesi izah edin. Biz görürük ki, burada isti hava yuxarıya doğru qalxır, soyuq hava aşağıda olur. Çünki soyuq hava əgər qapının aşağı hissəsindən gəlirsə, yəni çöldən gəlirsə və ya içəridəki otaqda soyuq hava varsa, orada molekullar arasında sıxlıq müşahidə olunur. Arximet qüvvəsinə əsasən onlar aşağıya doğru olur, sıxlığı çox olanlar. Sıxlığı az olanlar isə yuxarıya doğru qalxır və nəticədə isti hava yuxarıda, soyuq hava aşağıda olur. Bu proses konvektiv axın kimi dövrə olaraq baş verdiyi halda otağın tamamilə qızmasına gətirib çıxardır. Dərsin digər hissəsi şüalanma hissəsidir. Şüalanma ümumiyyətlə günəşdən yerə və digər planetlərə enerji verməsi hansı üsulla baş verir? Şüalanma əslində enerjinin bir cisimdən digərinə şüalar vasitəsilə ötürülməsidir. Görünən və görünməyən. Yer atmosferindən kənardakı fəza günəş ilə yer arasında kosmik fəza demək olar ki, vakuumdur. Vakuumda heç bir zərrəcik olmadığından enerjinin silik keçirmə və konveksiya ilə verilməsi mümkün deyildir. Bu zaman enerji günəşdən yalnız şüalanma yolu ilə ötürülür. Günəşdən və digər ulduzlardan gələn işıq kosmosdan keçərək bizə elektromagnet şüalanma şəklində bizə çatır. Bu radiasiya elektromagnet dalğaları kimi hərəkət edir. Elektromagnet şüalanmaya infraqırmızı və ultrabənövşəyə aiddir. İnfraqırmızı radiasiya isti və mülayim cisimlər tərəfindən istehsal olunur. Elektromagnet radiasiyanın bir növüdür. Boş kosmosdan və ya havadan dalğalar vasitəsilə dalğalar formasında keçir. Düz xətt boyunca yayılır. Onu udanda cisim istilənir. Gözlə görünmür. Dərimizdəki sinir hüceyrələri tərəfindən aşkar edilir. Şüalanma istilik vermə digər növlərindən bir neçə xassəsinə görə fərqlənir. Bu vakuumda yayıla bilir. Böyük məsafələrdə yayıla bilir. Bilirsiniz, günəşlə bizim aramızda çox böyük məsafələr mövcuddur. Çox böyük bir sürətlə yayıla bilir. Bütün istiqamətlərdə yayıla bilir. Şüalanmaların mənbəyi təbii və süni şüalanma mənbəyinə aiddir. Təbii şüalanma təbiətdə hazır şəkildə rast gəlinən işıq mənbələridir. Ona görə də məsəl üçün müəyyən işıldayan böcəklər, həmçinin su altında olan bəzi böcəklər, günəş, ulduzlar aiddir. Təbiətdə hazır deyil, insan tərəfindən yaradılan işıq mənbələri süni şüalanma mənbəyi adlanır.
Süni şüalanma mənbəyi ətrafımızda gördüyümüz əksər mənbələri göstərmək olar. Şam, fənər, kerosin çırağı, elektrik közəlmə lampası. Həmçinin şüanın qayıtma və udulma xassəsi vardır. Adətən açıq rəngli cisimlər şüanı yaxşı əks etdirir. Tünd qara rəngli cisimlər isə şüanı yaxşı udur. Şüanın qayıtması və udulma xassəsinə əsasən biz qışda tünd rəngli, yayda isə açıq rəngli geyimlərə üstünlük veririk. Cismin şüa udma və əks etdirmə xüsusiyyətinin tətbiqi. Günəş enerjisindən qızdırıcı məqsədlə istifadə etmək üçün qurğuların səthi tünd rənglə boyanır. Belə qurğuları günəş batareyalarını, su qızdırıcılarını misal göstərmək olar. Şüalanma xüsusiyyətinə görə onun səthinin rəngindən asılılığı texniki məişətdə geniş istifadə olunur. Məsələn, təyyarənin gövdəsi gümüş ağ rənglə örtülür ki, o atmosferin yuxarı qatlarında uçarkən günəş şüalarını çox əks etdirsin və az qızsın. Bütün cisimlərin temperaturundan asılı olmayaraq enerji şüalandırır. Lakin cismin temperaturu aşağı olduqda o gözə görünməz şüalar buraxır. Temperatur yüksəldikcə cisim işıqlanmağa başlayır və görünən şüalanma yaradır. Əvvəlcə qırmızı, sonra narıncı və sarı rəngdə işıqlanır. Təcrübədə müəyyən edilmişdir ki, cismin temperaturu 5800 dərəcə Selsi olduqda ən çox sarı rəngli şüalar buraxır. Bu əlamətə əsasən günəşin səthindəki temperatur təyin olunmuşdur. Kəpənəklər bədən temperaturları 16 dərəcəyə çatmayana kimi uça bilmirlər. Soyuq havada onlar günəşli yer tapırlar və qanatlarını açaraq otururlar. Beləliklə onlar bu yolla günəşdən enerji alırlar. Şəkildə ocaq istisində əllərin və metal çubuğun qızdırılması təsvir edilmişdir. Bizdən soruşulur ki, hansı istilik keçirmə, konveksiya və şüalanmaya aiddir? Bunu rəqəmlərlə biz göstərməliyik. İkincini biz götürəcəyik istilik keçirmə. Çünki ikinci istilik keçirmədir. Çünki burada birbaşa təmas olmuşdur və hər hansı bir metal çubuq ocaq üzərinə qoyulmuşdur və istilik bir nöqtədən digər nöqtəyə ötürülmüşdür. Bu istilik keçirmədir. Üçüncünü konveksiya götürəcəyik. Çünki konveksiya həmişə isti havanın yuxarıya qalxması nəticəsində baş verir. Ona görə üçüncü konveksiya olacaq. Birinci şüalanmadır. Çünki adətən işıq ətrafa yayılır. İşığı infraqırmızı şüalar vasitəsilə ətrafa yayılır. Və nəticədə birdə biz götürəcəyik şüalanma. Digər tapşırığa baxaq. Günəş sobası günəş şüalarını kiçik sahəyə toplayaraq qidaların isidilməsi üçün istifadə olunur. Günəş sobasında istilik qazanına hansı üsulu ötürülür? Təbii ki, günəş sobasında istilik qazana şüalar vasitəsilə ötürdüyündən şüalanmaya aiddir. İstilik izolyatoru hansı istilik vermə prosesinin qarşısını almaq üçün istifadə olunur? Konveksiya hadisəsinin. Konveksiya hadisəsində biz bilirik ki, hava istiliyi pis keçirir. Nəticədə isti havanın daxilə, soyuq həmçinin çox xaricə çıxmasına gətirib çıxarır. Çıxmamasının qarşısını alır. Günəş sobasında qazanın üzərinə şəffaf qapaq qoyulur. Bu qapaq hansı istilik prosesini azaltmağa kömək edir? Əslində şəffaf qapaq olması şüanı əks etdirir və biz bilirik ki, şüalanma dərsində keçdik ki, əks etdirmə xüsusiyyətinə malikdir. Çünki şəffaf rəngli cisimlər şüanı əks etdirir və nəticədə qapağın əks etdirməsinə gətirib çıxardır. Yəni əks etdirməməsinə əks etdirir və nəticədə şüalanma hadisəsi burada baş verir. Digər tapşırıqda deyilir ki, tez xarab olan ərzağı uzaq məsafələri daşımaq üçün istifadə olunan vaqon və soyuducular, avtorefrigeratorlar açıq rəngdə olması ilə seçilir. Vaqon və soyuducular, avtorefrigeratorlar niyə açıq rəngdə hazırlanır? Biz bilirik ki, açıq rəngli cisimlər şüanı əks etdirmə xüsusiyyətinə malikdir. Şüanı əks etdirmə xüsusiyyətinə malik olduğundan orada qızmasına gətirib çıxarmır və nəticədə onun daxilində olan ərzaqlar isinmir və nəticədə tez xarab olmur və uzaq məsafələri daşımaq üçün əlverişli olur.
Deməli biz bu dərsdə sizinlə istilik vermənin növləri olan istilik keçirmə, konveksiya, şüalama haqqında geniş məlumat aldıq və onları bir-birindən fərqləndirən xüsusiyyətləri tanış olduq və hansı hallarda bu növlərdən istifadə olunduğunu gördük. Həmçinin bu mövzuya aid bəzi tapşırıqlar işlədik. Tapşırıqlar sayəsində bu növlər arasında fərqi və oxşar cəhətlərini müəyyənləşdirdik və hansı real həyatda hansı yerlərdə istifadə olduğunu daha geniş formada anladıq. Dərsimiz bu qədər. Gələn dərslərə qədər sağ olun.